Hamıya salam, kanalıma və videoma xoş gəlmisiniz. Bugün ikinci bir dili öyrənmək istəyirəm. Gələcəkdə o ölkədə yaşamaq istəyirəm. Amma hansıdır bilmirsinizsə, bu video tam sizə görədir. İngilis dili. İngilis dili artıq demək olar ki, bütün dünyanın ortaq dilidir. Elmdə, internetdə, texnologiyada əsas dil ingilis dili kimi götürülür. Hətta bir çox filmlər elə ingilis dilində çəkilir. Sadə desək, bir çox ölkələr turistləri ingilis dilindən başa düşdüyü üçün gələcəkdə ingilis dili bilməsəniz, bəzi sahələrdə çətin irəliləyəcəksiniz. Alman dili. Alman dili Avropada çox vacib dildir. Almanya texnologiya, mühəndislik və avtomobil sənayesində çox güclüdür. Eyni zamanda Almaniyada təhsil imkanları da çox yüksək səviyyədədir və bəzi hallarda pulsuzdur. Ona görə Alman dili öyrənmək gələcəkdə həm iş, həm də təhsil üçün böyük üstünlükdür. Onu da deyim ki, ingilisiniz əgər çox yaxşıdırsa, Alman dilini öyrənmək sizin üçün o qədər çətin olmayacaq. Amma tələffüzü həqiqətən də çox çətindir. Çin dili. Çin dünyanın ən böyük iqtisadi güclərindən biridir və bu sürətlə böyüməyə davam edir. Çox böyük şirkətlər, istehsalat və ticarət Çinlə bağlıdır. Ona görə də bu dili bilmək gələcəkdə biznes və iş imkanlarında böyük üstünlük verə bilər. Elə bir çox məhsullar da, telefonlar da Çində istehsal olunur. Hər nə qədər bu dili öyrənmək çox çətin olsa da, məncə gələcəkdə bu dil çox lazım olacaq. İspan dili. İspan dili dünyada ən çox danışılan dillərdən biridir. Təkcə İspaniyada yox, Latin Amerikası ölkələrində və hətta ABŞ-da milyonlarla insan bu dildə danışır. Bu dil sənə çox böyük coğrafiyada insanlarla ünsiyyət qurmaqda imkan yaradır. Elə mənim özüm də İspan dili öyrənirəm və onu da deyim ki, çox maraqlı və çox da rahat dildir. Yapon dili. Yapon dili isə texnologiya və kreativ sahədə çox güclüdür. Robot texnologiyası oyun sənayesində dünyada liderlərdən biridir. Bu dili həm hobbi kimi öyrənmək olar, gələcəkdə isə sənə iş imkanı verə bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bəyənmisiniz. Görüşənədək.